Bu antrikot, yəni bunu ət otuyla, istiot, duz, qırmızı istiot, müxtəlif istiotlarla bastırma, ağzını örtüb qoymuşam kənara bayaqdan. Amma xüsusən istədim, bax, bu ruletləri göstərməyə xanımlar. Baxın, antrikotun üstündən çıxanları, bax, bu formada, rulet kimi, bax, büküb. Yəni, bunun özünü duzlayıb, istiotlayıb arasını, bax, gördünüz, şişə. Ümumiyyətlə, mən ruletləri çox sevirəm da. Bütün, nə bilim, şirniyyatda da, amma ətdə, istiotlu deyəlim. Bax, bu rulet formanı şişə taxmağın başqa bir ləzzəti, görünüşü var. Bunu müxtəlif cür ruletlər eləmək olur. Məsələn, ruletlər var, dananın, deməli, döş əti ilə, bel əti ilə, döyürük, deməli, dananın döş ətini. Sonra onun arasına quyruqdan döyüb, yəni bir qat dananın bel əti ya döş əti fərqi yoxda qara tikəsindən, bir qatda, indi onu bir dəfə edərəm, ət yeməkləri adətən göstərmirəm, amma onu bir dəfə edərəm, maraqlıdır da baxasınız. Və bir qatda quyruq döşüyüb, sonra püküb, qalkada və yaxud da ki, müxtəlif bir salafanda gözlədib, sonra doğrayanda o başqa bir ləzzət olur da. Eyni bu formanı alır, həm də dana ətindən, deməli, quyruq daha gözəl olur. İndi bugün tələm-tələsik bunu etdim, mütləq sizə onu göstərəcəm. Dana əti ilə olanı göstərəcəm.